Hamıya salam, kanalıma xoş gəlmisiniz. Mənim adım Mədnədir. Bugün sizlərə çox bəyənəcəyiniz bir video çəkmişəm. Bugünkü videoda sizə MUN nədir, MUN-ə necə getmək lazımdır, MUN-də nə baş verir, ümumiyyətlə nə olan şeydir? Bu sualların hamısına cavab ola biləcək və anlatımlı və göstərişli bir video çəkmişəm. Yəni hamınız məndən soruşurdunuz bunu, çünki mən MUN-lərə düzü indi çox getmirəm, əvvəl çox getdiyim üçün. Yəni görürdünüz, soruşurdunuz və mən də dedim ki, elə sonuncu MUN-lərimdən birinə gedəcəkkən sizlərə də video çəkim və bunun nə olduğu haqqında məlumat verim. Öncəliklə MUN nədir sualına cavab verməklə başlayaq. MUN Model United Nations sözündən götürülüb və beynəlxalq təşkilatların modelləşdirilmiş bir şəklidir. Orada çoxlu komitələr olur, pozisiyalar olur və yəni marağınız olduqca bunları bir-bir anlamağa başlayırsınız. Amma mən belə detallı məlumat verməyə çalışacağam. Öncə məlumatı verək, sonra da vlogu izləməyə keçək. Vlogu çəkərkən çox danışa bilmədiyim üçün yenə də orada voice-over əlavə eləyəcəm ki, izah etməyə çalışım. MUN-lərdə olan pozisiyalardan başlayaq. Ən önəmlərindən biri... Necə, hardan başlayayım? Tamam, MUN düzəldənlərdən başlayaq. MUN düzəldənlər, founderlər, sekretariatlar olur. Bəzi MUN-lər var, onlar official deyil. Yəni ki, uşaqlardan mənim yaşlarımdan biri durur və onu düzəldir və mən bunların heç tərəfdarı deyiləm. Bəziləri var həqiqətən yaxşı, amma məktəblərin düzəltdiyi official olan MUN-lərə getməyə məsləhət görürəm. Çünki onlar daha professional olur və daha yaxşı olur normalda. Yəni ən azından gedəcəksinizsə, ilk dəfə şansını sınayacaqsınızsa, ətrafdan soruşun və s. və yaxşı birinə getməyə çalışın. Yəni ki, MUN-ni quranlar, oldu sekretariat, founderlər, bunlar hər şeydən sorumludular. Ondan sonra o arxa planda organizerlar var, PR var, HR var. HR Human Resources'dir və yəni elə bildiyimiz HR-lar. PR-lar onun reklamı ilə məşğul olanlar və public relations, yəni insanlarla, o MUN-ə qatılanlarla belə bir növ məşğul olanlardır. Amma daha önəmlilər delegatelər, adminlər və medialardır. Bir də DICE memberlər, deyirəm kimi qaldı. Delegatelər ən önəmli, yəni MUN-u formalaşdıranlardır və ən çox delegate olur bir MUN-də. Deməli, nədir? Orada komitələr olur. Məsələn, UNGA, United Nations General Assembly, UN Women, United Nations Women, UNSC, United Nations Security Council ya da nə bilim, yəni hər şey ola bilər. United Nations'da olan bütün komitələr ola bilər, nə olursa olsun. Burada sizin mövzularınız olur və bunlar dünyada aktual olan mövzular olur. Hansısa bir müharibə ətrafında ola bilər, qaçqınlar barəsində ola bilər, sonra climate change, qloballəşmə barəsində ola bilər. Yəni ki, aktual olan mövzular haqqında. Məsələn, United Nations Women-də təbii ki, siz qadınlarla bağlı bir şeydə danışırsınız. United Nations General Assembly-dən danışaq. Çünki bu ən böyük olandır. Normalda MUN-lərdə ən böyük komitə bu olur. Çünki orada daha çox yeni başlayanlar olur və bu komitə digərlərinə nisbətən çox daha rahatdır. Birinci növbədə çünki yeni başlayanlar ora gedir və bundan əlavə də burada mövzular daha geniş olur. Yəni General Assembly-dir. Yəni ki, generaldır, yəni belə başa düşürsünüz böyük ehtimal. Ona görə yeni başlayanlara ora getməyi məsləhət görürlər. Daha sonra burada var DICE memberlər. DICE memberlər hər komitədə delegateləri idarə edənlərdir. İdarə edən demək də bir növ onların başçısı kimi. Məsələn, sizin direktorunuz ola bilər, chair ola bilər, co-chair ola bilər ya da 2-dən ola bilər, 3-dən ola bilər. Bunun fərqi yoxdur, yəni dəyişir MUN-lərə görə. MUN-lər nədir? Komitələrə görə dəyişir. Siz bir MUN-ə link vasitəsindən başvurursunuz. Daha sonra sizə Gmail və ya WhatsApp-a mesaj gəlir ki, tamam, siz qəbul olmusunuz. Daha sonra sizə yəni başvurduğunuz komitələrə uyğun hansı komitəyə qəbul olunursa deyilir. Onun mövzusuna Instagramdan baxa bilirsiniz. Yəni hər MUN-ın öz Instagram səhifəsi var. Oradan baxırsınız mövzusuna. Yəni onunsa başvuranda da yəni o komitəni seçmək üçün öncədən baxmalısınız ki, yəni sizə uyğun olan mövzu seçəsiniz. Hansına ki, rahat debat apara bilərsiniz, danışa bilərsiniz, paper yaza bilərsiniz. Neysə, ondan sonra isə position paper yazırsınız. Allocation-da sizin ölkəniz verilir. Yəni o random seçilir. Hansı ölkə düşdüsə, həmin ölkəni o mövzu haqqında araşdırır. Tutaq ki, düşüb ki, qaçqınların həyatı, nə bilim, qaçqınların olması dünya üzərində və sizin nə bilim ölkəniz nə olsun, yəni ən rahatına Azərbaycan götürək də. Siz Azərbaycanın qaçqınlar üçün nə etdiyini, nələr etdiyini, hansı qaydalar var, qanunlar var, nə var, bugünə kimi nələr imzalanıb və hamısını araşdırmalısınız, bilməlisiniz. Çünki, məsələn, tutaq ki, orada Azərbaycanı sevməyən bir ölkə olsa, gəlib sizə atak eləyəcək ki, məsələn, Azərbaycan belə eləyib, bunu çıxardaq buradan, bu nə iş var bu falan. Yəni, sizin üstünüzə atak eləyəcəklər və siz də onlara eləməlisiniz. Siz də gelib öz sevmədiyiniz ölkələrə ya da random da eləyə bilərsiniz, yəni fərqi yoxdur. Sadəcə orada debat aparmalısınız və ən sonunda sizə sertifikatlar
verilir. Ən yaxşı debater sertifikatı, ən yaxşı nə bilim, çıxış aparan, ən yaxşı hər şey ola bilər, yəni fərqlidir. Bir tərəfdən yaxşı olan delegate də ən yaxşı delegate, best delegate sertifikatı verilir və bunun ən başda deməliydim əslində, amma bütün hər şey ingiliscəsində olur. Bir də minimum, yəni məncə B1 plus olmalıdır ingilisciniz. B1 yox, B1 plus olmalıdır ki, siz hər şey başa düşəsiniz. Çünki dəhşət çox termin var və yəni B2 olsanız daha yaxşı olar. Yəni həqiqətən çünki biraz başa düşmək çətin ola bilər. Ya da terminləri gərək başına öyrənəsiniz, amma kimsə gəlib də sənə istəsə biraz pis olar və necə deyim, gülünc vəziyyətə düşmək də heç kim istəməz məncə. Daha sonra position paper yazırsınız. Position paper sizin düşən ölkənizin, Azərbaycan yox, yəni sizə hansı ölkə düşübsə də, yəni Azərbaycan düşübsə Azərbaycan tamam. Amma Algeriya düşübsə Algeriya, Albaniya düşübsə Albaniya, yəni belə. Siz onun ölkənin əsasında yazırsınız. Orada məsələn ölkəniz, sizin öz adınızı, yəni hansı delegate olduğunuzu, bayrağınızı, bugünə qədər nə etdiyiniz mövzu haqqında məlumatınızı falan qeyd edirsiniz. Özünüzün yox, ölkənin. Siz özünüzü təmsil etmirsiniz. MUN boyunca heç kim sizə adınızdan səslənməyəcək. Sizin adınız ölkənizin adı olacaq. Yəni hətta orada MUN-lərdə mən sözünü istifadə etmək qadağandır. Yəni I did this demirsiniz. Həmişə we deyirsiniz. Yəni biz deyirsiniz və çünki siz bir xalq adından danışırsınız. Ona görə siz bir xalqın nümayəndəsisiniz. Bundan əlavə media və adminlər də var. Media adından göründüyü kimi şəkillər, videolarla məşğul olanlar da onlar MUN günləri boyunca şəkil çəkirlər, video çəkirlər. Amma siz yəni ilk MUN gününüzdə gedib media olmasanız daha yaxşı. Yəni olsanız, ola bilərsəniz belə, tutaq ki, böyüyünüz var, hədiyyəcəm keçirəcəm falan, olmasanız daha yaxşıdır. Yəni çünki təzən kimi sizdən soruşur və bilmirsiniz. Yəni ona görə ilk dəfə delegate olmaq daha yaxşıdır. Mütləq bunu demək istəyirəm. Və adminlər isə hamının sağ əli, sol əli, sağ əli dediklər də, yadımdan tutuyorsunuz. Yəni ki, köməkçi kimi bir şeydir. Siz MUN-i təsis edirsiniz. Yəni inzibati heyət deməkdir administration team və orada məsələn siz bütün işlərlə məşğul olursunuz. Nəyisə gətirmək, qoymaq, sərgiyə salmaq, insanlarla məşğul olmaq, onların bəclər bilirsiniz nədir, buradan asılanlar, onları nə bilim vermək, otaqları hazırlamaq, təmizləmək, ümumiyyətlə MUN günləri boyunca chairlara, daislərə, delegatelərə kömək eləmək, onların suallarına cavab vermək, cheat notlar aparmaq, gossip box düzəltmək. Yəni hər şey sizdən asılı olur. Yəni ona görə adminlər həqiqətən çox önəmli işi və mən çox admin oluram və hətta artıq head of admins də oluram, yəni inzibati heyətin başçısı. Yəni ona görə admin işini biraz mənimsəmiş kimi danışıram. MUN-lər haqqında verə biləcəyim məlumat bu qədər idi. İndi isə keçək vlogu izləməyə. Bizlərdə görə bilərsiniz ki, heç gün formal geyimdə deyil, hamı sportiv geyimdədir, çünki hələ ki MUN günləri başlamayıb. Delegatlərin, dais məmurlarının iştirak etdiyi MUN günləri 2 dəfə olur, sadəcə 2 gün çəkir. Buradakı olan gün isə 5-ci gündür, MUN hələ başlamayıb, adminlər, medialar çağırılıb, founderlar gəlib, inzibati heyət oradadır və biz sadəcə hazırlıq görürük. Deməli, mən hələ prep-day'dən indi çıxıram və maraqlıydı, amma adminlərdən məsələn gəlməyənlər olduğu üçün biz çox iş görməli oldum. Mən ən azından çox iş görməli oldum. Nəysə, biraz yorğunam və saat hal-hazırda 11-ə işləyir. Yəni tam olaraq 22:10-dur. Saat 11-ə işləyir və atam gəldi məni götürməyə. Məncə adlarında sizə biraz vloglaya bilərəm, yəni maraqlı olanlar varsa da baxa bilər. Və ümumiyyətlə MUN-ə əgər qatılmaq istəyənlər varsa ki... Aha, bilirəm. Aha, tamam. Çox sağ ol. Hə. Tamam, çox sağ olun. Hə. Və məncə adamda vloqlaya bilərəm, çünki maraqlı olanlar varsa. Və MUN də mənə çox soruşurlar Instagramda ki, bu nədir və s. Onlar üçün də vloqlaya bilərəm. Burada isə artıq 1-ci günə başlayırıq. Artıq delegatlər və digər hamı binaya giriş eləyir və onlar qapıda bəclərini götürüb auditoriuma gedirlər. Bütün MUN-lər başlamadan öncə auditoriumda bir açılış seremoniyası olur və orada onlara məlumat verilir, xoş gəldin mesajları deyilir və daha sonra isə hamı komitəsinə doğru yola düşür.
Burada artıq opening ceremony bitir və mən inzibati heyətin, yəni administration team başçısı olaraq bir-bir komitləri gəzib adminlərin işləyib-işləmədiyinə baxıram. Çünki ən sonunda best admin sertifikatını kimə verəcəyimizi qərarlaşdırmaq üçün gərək biz kimin nə qədər işlədiyini və nə etdiyini görək. Burada görürsünüz ki, komitənin birindən videolar çəkmişəm. Delegatelər çıxış verirlər və qabağında olan plakatlarda onların hansı ölkəni təmsil etdiyini göstərir. Süni intellektin istifadəyə icazə verilməsə belə internetdən və veb-saytlardan istifadəyə öz yazdıqları printdən əgər çıxardıblarsa kağızlardan istifadənin hamısına icazə verilir. Və delegate çaşıb ay, yəni mən deyir və chair də onu düzəldir. Please refrain from using personal pronouns deyir. Başçılar bir-birlərindən üstündə gördüyünüz walkie-talkie'lərindən əlaqə saxlayırlar. Stay present. Azerbaycan. Bangladeş. Belarus. Bosnia. Chile. Kenya. UN Women komitəsində sadəcə bir ədəd olan male delegate var. Bakalım hamı qızdır. That was AI is being used to manipulate information, monitor populations, and target vulnerable groups. Stop AI, then weaponize it. The global direction of AI is unseen. It is being shaped and controlled by a small group of powerful nations, while many others are expected to follow without any rules. This is not progress. This is global imbalance, and it is undeniable. If this committee ignores its messages now, they allow insecurity to grow silent. We need to cause Məktəb içində gəzməkdən, yəni axırında bir olub ki və indi də yenə qutublardan bir komitəyə qışbox yox idi. İkinci gün. Bugün artıq adminlərimiz üçün bir sertifikatlar falan seçəcək və sadəcə birini bəstəlməliyik. Yəni, əlimdə olsa 2-3 il falan yardım. Bunu demək tamam unutmuşam, amma əməyin 2 gün olur və hər gündə təxminən 7-10 saat orada olursunuz. Bu səbəbdən də sizə həm kofe, çay breyki, həm də ki yemək breyki verilir. Yemək breykində çoxlu yeməklər olur. Yəni istədiyinizi yeyə bilirsiniz. Yanında hətta kurabiyə falan da verirlər çayın. Kofe də olur. Yəni hər bir şəkildə sizə təmin edirlər. Grinch və Santa kostyumu gətirmişik və Grinch birinci əşyalı olacaq. Daha sonra closing ceremony'da bunu anons edəcəyik. Yəni maraqlı video çəkəcəyik və oyun olacaq. Burada notlar hazırladım. O burada əşyalar yenə notları qoysun. Yeni ikinci gündə hər bir komitənin delegatləri artıq yazdıqları resolution paperları təhvil verirlər. Burada onlar mövzu ətrafında necə nə düşündüklərini izah edirlər. Bir neçə ölkə birləşir, bir yerdə yazırlar, qətnamə tərtib edirlər və hətta bəzən o qədər gözəl olur ki, mən hətta buna şahid olmuşam. Bir MUN-də yazılan qətnaməni həqiqətən də BMT-yə göndərmişdilər və bu həqiqətən çox qürur verici bir hal idi. Bu deməkdir ki, delegatlər həqiqətən çox yaxşı fikirləşmişlər. Təbii ki, qətnamə yazarkən süni intellektin istifadəsini qətiyyən icazə yoxdur, amma sizin başçılarınız sizə o necə yazma olduğunuzu izah edir. Burada da bir-bir voting edirlər, yəni bir-bir delegatlər deyir o qətnaməni bəyənir yoxsa yox, çünki qətnamə yalnız bir komitənin olmur. Bir komitədə çox qətnamələr yazılır. Bu səhnədə isə keçən bir qətnaməni alqışlayırlar. Çox gözəl qətnamə idi. Gəlirəm.
İşte bayaq danışdığım kimi Grinch əşyaları oğurlayır. Əgər kinoya baxmısınızsa bilirsiniz ki, yəni Grinch nəysə oğurluyor. Daha sonra isə closing seremoniyada, yəni MUN bitmədən öncə təbii ki, bu əşyaların hamısı geri qaytarılacaq. Burada da ufak bir sarsılma yaşıyoruz çünkü dostum telefonumu alıp kaçıyor. Stuff in the media. Ad günü olan bir uşağın doğum gününü təbrik edib ona hədiyyə verirlər və hətta bizim belə bir sürprizimiz var idi. Bayaq qeyd etdiyim kimi sertifikatlar verilir ən yaxşı nəsə iştirak edənlərə və biz bir yenilik olaraq nə etmişdik? Həmin o ən yaxşılara, yaxşı debater, ən yaxşı delegatelərə həm də hədiyyə vermişdik. Burada isə media komandasının hazırladığı video klipləri izləyirik. Təəssüf ki, mən adminlərimə sertifikatları verərkən heç video çəkilməyib. Burada isə sadəcə bir şəkil var. Videonu bəyəndinizsə mütləq like atıb abunə olmağı və videonu dostlarınızla paylaşmağı unutmayın. Sizləri çox sevirəm. Sağ olun.